Dersimizin ikinci hissəsində sizə bəzi veb saytlar haqqında məlumat verəcəm. Unutmayın, bu veb saytlar çox önəmli veb saytlardır və demək olar bütün mexanika dizayn mühəndisləri və şirkətlər bu veb saytlardan istifadə edib CAD modellərini öz modellərinə, öz assemble'larına, montajlarına əlavələr edirlər. Əvvəlcə sizə kiçik bir məlumat verim. Purchase part və fabrication part arasındakı fərqi. Əvvəlcə purchase partlar nələr deməkdir? Bunları deyim sizə. Purchase partlar alınma partlardır. Yəni nə deməkdir? Sizin bir proyektiniz var və proyektinizdə məsələn motor istifadə edirsinizsə, gedib hər hansısa bir şirkətdən alırsınızsa o motoru, buna purchase part deyirlər, alınma part deyirlər. Yəni siz o motoru düzəldən deyilsiniz, sizin başqa bir proyektiniz var və o proyekt üçün həmin motoru düzəldirsiniz, həmin motora istifadə edirsiniz və başqasından alırsınız. Və ya burada gördüyünüz məsələn boltlar, bura bolt yazacaq həmən. Və ya boltlar, bunların heç birini siz fabrication'a vermirsiniz. Yəni bunların heç birini siz düzəltmirsiniz. Sadəcə gedirsiniz, bəlli şirkətlər var ki, tanınmış şirkətlər. Onlardan gedib şirkət olaraq düşünün. Bu purchase partları alırsınız. Yəni alınma partları oradan təmin edirsiniz. Bunlarda daha çox hardware'lər olur. Hardware'lərdə dediyim, yəni boltlar olur, qaykalar olur məsələn və ya böyük olaraq düşünsək, aktuatorlar olur, pneumatik ola bilər, hidravlik ola bilər, elektrik motorları ola bilər, fərqli motor növləri, pumplar olsun. Bunların bir çoxunu təmin edən bəlli şirkətlər var ki, tanınmış şirkətlər. Öz proyektiniz üçün hər zaman ondan, o şirkətlərdən istifadə edirsiniz. SolidWorks-də və mexanika dizayn mühəndisi də eyni prinsiplə işləyir. Bunu yaddan çıxarmayın. Eyni prinsiplə işləyir. Yəni, siz bir şirkət olaraq necə ki, boltunuzu, yəni istifadə etdiyiniz boltu özünüz hazırlamırsınızsa, SolidWorks-də də mexanika dizayn mühəndisi olaraq purchase partların, yəni digər şirkətdən alınma partların heç birini özünüz dizayn etmirsiniz. Bunu yaddan çıxarmayın. Bunların heç birini özünüz dizayn etməyin. Çünki bəlli səbəblərin bir-bir sizə göstərəcəm. Bunların dizayn etdiyiniz zaman siz bəzi biliklərinizi ortaya qoymalısınız, analizlərinizi ortaya qoymalısınız. Bunları da çox mümkün olmadığı üçün bunları dizayn etmək heç məntiqli deyil. Yəni bir sözlə deyək, məsələn motorlardır və ya boltlardır falan. Əgər belə bir purchase partları hazırlayan şirkətdən işləmirsinizsə, ömrünüz axırına qədər bolt dizayn etməyinizə ehtiyac yoxdur. Heç vaxt bolt falan dizayn etmirsiniz, heç vaxt qayka falan dizayn etmirsiniz, şurub dizayn etmirsiniz. Gəlin siz bu kimi saytlardan bunların CAD modelləri yükləyirsiniz məsələn. Məsələn, keçid edirəm buradan hər hansısa birinə. Bu saytların hamısını sizə göndərəcəm. Bunları girib yaxşıca incələmənizi məsləhət görürəm sizə. Məsələn, yenə boltdan axtarış verək, bir də göstərim. Hər hansısa birinə klik edirəm və məsələn, burada ikinciyə klik edirəm. Belə bir bolt lazımdır. Buradan istədiyiniz kimi, məsələn, M8-i seçə bilərəm. Ölçüsün, uzunluqlarını seçə bilərəm. Buradan baxaram, threadlərinə, pitchlərinə baxa bilərəm. Thread pitchlərini görürəm. Sonra partial və ya fully threaded olduğunu görə bilirəm. Yəni tamamilə thread olub və ya partial, yəni yarısına qədər və ya bir hissəsi olub. Bu şəkildə. Məsələn, M8 seçdiyim zaman avtomatik olaraq bu pəncərə yenilənir məndə. Sonra uzunluqda məsələn olsun 30. Bu şəkildə verirəm və mənə uzunluğu 30 və M8 olan boltlarımı göstərir. Gəlib fully threaded seçə bilərsiniz burada. Fully threaded seçib tamamilə full olsun. İstədiyinizi buradan seçib daha sonra product detail'e keçid edirsiniz. Bu şəkildə bir pəncərə çıxır. İndi burada sizə yavaş-yavaş izah edeyim ki, niyə biz boltları dizayn etməyib, gedib belə bir saytlardan yükləyirik və öz modelimizdə istifadə edirik. Ən təməl səbəbi budur ki, əgər SolidWorks-də real bir proyektdə dizayn edirsinizsə, yəni real bir proyekt üzərində işləyirsinizsə, bu proyektin hər şeyi mühəndisliyə uyğun olmalıdır. Yəni siz orada bir bolt dizayn edirsinizsə, o boltun davamlılığını bilməlisiniz,
Yəni onun dözə biləcəyi temperaturu bilməlisiniz, strengthini bilməlisiniz və ya materialı, hansı material istifadə olunur, bunları bilməlisiniz. Hansı təzyiq altında nə qədər müddət, yəni bu bolt qırılması nə qədər olur və ya fərqli-fərqli analiz növləri, burulma, compression, tension, düşmə analizləri, dinamik, statik, vibration analizləri, bunların hamısını bir-bir siz edib və bilməlisiniz. Yəni bir növ bolt mütəxəssisi olmalısınız. Bu şirkət qədər ən az bilməlisiniz. Bir şey dizayn etdiyiniz zaman siz bunları bilirsiniz. Yəni deməkdir və bu şəkildə dizayn edib öz modelinizə qoyursunuz. Əgər bunu etmədiyiniz təqdirdə siz hər hansısa bir boltu dizayn edib klientə verdiyiniz zaman, məsələn, proyektin içində bolt var və klient bu boltu hardan tapacağını bilməyəcək. Gedib özü fabricationa verməyə məcburiyyətində qalacaq və bu ona çox-çox bahalıya gələcək. Halbuki gedib o boltu hər hansısa bir yerdən tapa bilər, belə deyək. Siz bu saytları referans olaraq, vendor olaraq göstərirsiniz olaraq. Baxın, belə bir sayt var. Bu saytlar mexanika dizayn mühəndislərinin istifadə etdiyi ən böyük saytlardan biridir və şirkətlərin çoxu da gəlir buradan alır. Səbəbi nədir? Bütün hər bir məlumat var burada. Məsələn, ölçüsü nə qədərdir, threadi nə qədərdir, hansı növ boltdan istifadə olunub, materialı nədir, stili necədir və ya belə deyək, -5 dərəcədə nə qədər işləyə bilir, məsələn, neçə il dözə bilir, vibration mühitində nə qədər dözə bilir, hardan təmin edə bilərəm, hardan sifariş verə bilərəm, qiyməti nə qədərdir. Yəni bunların hamısı, bu bilgilər hamısı burada var. Çünki bu işin mütəxəssisi bu insanlardır. İllərdir bu işləri görürlər. 5 ildir, 10 ildir və illərdir də feedbackləri var. Yəni klientlərdən feedbackləri var ki, bu şəkildə düzəltsəm mən boltumu ən ideal formada olacaq. Onun üçün bu kimi şeyləri dizayn etməyib direkt gəlib buradan yükləyin. Məsələn, yükləməsi necə olacaq? SolidWorks görürsünüz, avtomatik olaraq burada yazılıb. Download-a klik elədiyiniz zaman burada birincidə məsələn belə bir şey çıxa bilər. Download etməyə bilər. İkinci dəfə klik elədiyiniz zaman yükləyəcək. Narahat olmayın. Gəlin buradan baxın. Gördüyünüz kimi yüklənmiş forması var burada. Məsələn, ona klik elədiyim zaman avtomatik olaraq SolidWorks-da mənim üçün bunu açacaq. Gördüyünüz kimi bu hal-hazırda ən yaxşı versiyalarından biridir. Yəni burada söhbət modelingdən getmir. Unutmayın. Burada əsas məsələ modeling deyil. Model etdiyiniz hər bir şey fabricationa getməlidir. Machiningə getməlidir. Və onun analizləri, ən böyük problemləri olardı. Yəni düzgün şəkildə fabricationa necə vermək olar? Bu şirkətlər ən yaxşı bu işi gördükləri üçün purchase partlar dizayn olunmur, alınma partlar olur və CAD modellərin gedib internetdən tapıb yükləyib o şirkətləri də referans olaraq göstərmək lazımdır. Bu modeli direkt öz assemble'ınızda istifadə edin. Məsələn, bizim düzəltdiyimiz assemble var idi ki, açaq həmən. Sonra o assemble'ın içərisinə məsələn elə-belə əlavə edəcəyik. Sadəcə göstərmək üçün. Və o şəkildə istifadə edirik proyektlərimizdə. Insert component deyirəm. Gəlirəm. Background da açıq olduğu üçün avtomatik olaraq buradan seçə bilirəm. Daha sonra gəlib məsələn əlavə eləyək. Bura bir yerə. Okey. Bu şəkildə modelimizi gətirək qoyaq. Biraz yuxarı qaldıraq. Okey. Məsələn, gəlirəm. Bunları görməmişik. Konsentrik ilişkisini görməmişik. Gələk bura verək. Məsələn, bunları qabaqda izah eləyəcəm və tərsinə çevirək. Təbii ki, tərsinə çevirmə. Deyilsin olmaz. Sadəcə göstərmək istəyirəm. Bu şəkildə gətirib modelinizə əlavə edə bilərsiniz. Yəni, belə bir boltu və ya dediyim kimi purchase partlar çox-çox fərqli növləri var. Yəni, çox geniş alanlardadır, belə deyək. Məsələn, McMaster'a gəldik burada. Burada gördüyünüz kimi tonlarla gördüyünüz kimi partlar falan var. Məsələn, bir pump gördünüz. Pump'ı direkt olaraq gedib buradan yükləyin. Gəlib o pump'ın artıq məsələn, burada type'ı yoxdur. Bəziləri olur, verilir. SolidWorks faylları, bəzilərində verilmir. Ona da diqqət eləmək lazımdır. Amma dediyim kimi, vendor olaraq hər zaman buradan göstərə bilərsiniz. Onu da yadınızdan çıxarmayın. Bu biri.
Bu daha çox hardware'lər üçün istifadə olunur. Yəni McMaster hardware'lər üçün ən çox istifadə olunandır. Hardware'də dediyim, yəni kiçik biraz modellərdən. Məsələn, Misumi var. Daha çox maşın partları üçün də istifadə olur Misumi'də. Burada məsələn, burada da yenə tonlarla fərqli modellər görə bilərsiniz. Məsələn, yuxarı gəldiyimiz zaman product hissəsi var. Automation var, məsələn, materiallarına uyğun var, elektrikdə var. Buradan istədiyiniz CAD modelləri yükləyə bilərsiniz. Məsələn, automation komponenta dediyimiz zaman burada məsələn shaftlər var, fərqli plane'lər var. Bu şəkildə məsələn linearə girək, standart bir linearı seçək. Hər hansısa birin. Məsələn, buradan girib özəlliklərinə falan hər şeyinə baxa bilərik. Özəlliklərinə falan hər şeyinə baxa bilərik. Əgər siz bunu dizayn eləsəniz, yəni bu qədər bilginiz olmayacağı üçün qarşı tərəfə heç bir bilgi vermədən bir dizayn vermiş olacaqsınız və qarşı tərəf bunu istəmir. Qarşı tərəf real həyata keçə biləcək modellər lazımdır onun əlində. Sizin modeliniz hətta düzgün şəkildə real həyata, yəni keçə biləcək, düzgün şəkildə ola biləcək. Bunlar da yəni çox mürəkkəb və ağılda qalan suallardır deyə bunları heç vaxt dizayn eləməyib də direkt olaraq gəlib buradan baxmaq lazımdır və yükləmək lazımdır. Gördüyünüz kimi fərqli modelləri var istifadə etdiyiniz və ya dediyim kimi keçid edirsiniz. Yenə burada ən çox istifadə olunan saytlardan biri SMC-dir. Məsələn, burada da yenə aktuatorlardan dəhşət dərəcədə çox istifadə olunur və ya elektrik partları burada rahatlıqla tapa bilərsiniz və CAD modelləri yükləyə bilərsiniz. Yenə bundan əlavə olaraq isə burada yenə məsələn Festo-nu əlavə edə bilərik. Festo da ən çox istifadə olunan Alman şirkətlərindən biridir. Buradan da fərqli modellərin CAD modelləri yükləyib öz assembly-nizi əlavə edə bilərsiniz. Dediyim kimi məsələn gəldiyiniz zaman bura linear actuator ilə yazaq. Hər hansısa birinə girəcəm. Onlar haqqında çox geniş məlumatları var. Onun üçün yaddan çıxarmayın ki, sizin dizayn etdiyiniz sadəcə dizaynda qalır. Arxasında bir mühəndislik bilgisi olmur və belə bir dizaynlarda heç kimə lazım olmur və heç bir zaman istifadə etmək olmur. Burada downloadslar var. Bura keçid eləyə bilərsiniz. İnformasiyaları var. Əlavə olaraq məsələn bura PDF-lərini download eləyək. PDF-ə getdiyimiz zaman görəcəksiniz. Bunlar haqqında çox geniş məlumatlar var. Hətta gəlib buradan da baxa bilərsiniz. Festo necə hazırlayır bunları, bunların work principları necədir, girib rahatlıqdan tapa bilərsiniz bunları. Gələcəkdə əgər öz biznesinizi işlətsəniz və klientlərdən sifarişlər alsanız, bu kimi şeyləri bilməyiniz çox önəmlidir. Xarici şirkətlərdən və ya xaricdə olan insanlardan dizayn, məsələn, sifarişləri aldığınız təqdirdə modelinizin içərisində özünüzün düzəltdiyi bir linear actuator olsa, o klient birdə heç vaxt sizinlə işləməyəcək, hətta həmin işdə yarımçıq qalacaq. Bunu yaddan çıxarmayın. Onun üçün purchase partları diqqətlə seçib öz modelinizi əlavə etməlisiniz. Narahat olmayın. Bunlar haqqında çox geniş bilgilər verəcəm sizə. Sadəcə giriş üçün belə bir bilgi verirəm. Yəni bunların heç birindən narahat olmayın. İrəli səviyyə qatılsanız zaten irəli səviyyə SolidWorks-da bunları direkt olaraq yükləyib öz modelimizi əlavə edib sıfırdan bir proyekti necə qururuq, onların hamısının bir stepləri göstərəcəm. Bunlar haqqında da məlumatlar verəcəm. Dərsimizin ikinci hissəsi də bu şəkildədir. Ümid edirəm hər şey aydındır. Mənim deyəcəklərim bu şəkildə. Gələn dərsdə görüşərik. Assembly-nın ikinci dərsi olacaq gələn dərs. Sağ olun.